sonra dostlar, Camtasia Studio 8-də green screen effekti necə verilir onu öyrədəcəm dostlar. İlk öncə biz yəni ki bir dənə green screenli video bizə lazımdır. Bir də arxa fon lazımdır. Yəni ki arxa fon qoysaz olar, qoymasaz da mən qoyuram. Green screenli videomuzu track 1-ə yox, mən arxa fon qoyduğuma görə track 2'ye atacağım videonu, filmim track 2'ye getirdim ve burada bunu videonu büyüdüm biraz ve gördüğünüz gibi videomu büyüttüm ve bundan sonra giririk More'ye. More girdikten sonra Visual Properties ve videonu seçirik. Track 2'dən videonu seçirik və track 2'də yəni ki videonun üstünə basırıq və gəlir aşağı, burada Remove və Add Color, sonra Color'dan gördüyünüz kimi dostlar, Vedra'dan yəni Color'un üstünə basırıq, yəni Vedra'nın üstünə basırıq. Burada Select Color var, basırıq onun üstünə və bir dəfə bura basırıq, gördüyünüz kimi itdi, yəni ki green screen yox oldu. Yaşıl arxa fon yox oldu və bundan sonra şəklimizə əlavə eləyək. Klip B-nə gəlirik və arxa fonumuzu track 1'ə atırıq. Gördüyünüz kimi belə bir balaca şey alındı. Bunu böyüdürük, düz video boyunca böyüdürük. Və bu şəklimizi də böyüdürük. Dostlar, arxa fonumuzu da böyütdük və indi videomuza baxaq. Van Damme'ın videosudur, Van Damme'ın green screen'dir. Gördüyünüz kimi yəni ki qıraqlarda biraz yaşıl qala bilər, o işıqlandırma ola bilsin, pis olub green screen'də. Burada yenə Visual Properties burada var, giririk, olmasa More'dan baxa bilərsiniz. Yəni ki az öncə girdiyimizə görə burada olar. Visual Properties'ə yenidən giririk və yenə videonu seçirik və dostlar burada var Tolerance, Softness. Buradan dostlar toleransı biraz artırırıq. Gördüyünüz kimi yaşıl biraz getdi, biraz da softness, onu da biraz artıraq. Onu artırmaya 17'sə qalsın. 17 tolerans 26, softness 17, yəni ki 17'də qaldı. Yəni ki siz green screen eləmək istəyirsə arxanızı, nəsə qoymaq istəyirsinizsə yaşıl pərdə və işıqlandırma olmalıdır, qəşəng işıqlandırma olmalıdır. Yəni ki yaxşı işıqlandırma olmadıqda o yaşıllar görsənə bilər, yəni ki o da ilişə bilər də dostlar. İndi baxaq təzədən. Biraz itdi yəni. Gördüğünüz kimi. Və belə yəni ki green screen'i itirdik. Yəni ki Camtasia Studio 8-də green screen effekti verməyi öyrətdim. Və dostlar bu qədər. Kanalımıza abunə olmağı unutmayın və videoları bəyənməyi unutmayın. Bu videonu da bəyənməyi unutmayın dostlar. Yuxarıdakı linkdən banner hazırlamaq, Adobe Photoshop CS6 o videomuzu da izləyə bilərsiniz dostlar. Sağ olun.